Bugün Tovuz rayonunun qəhrəmanı, nəinki Tovuzun, Azərbaycanın fəxri qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı Cabbarov Orxan Rövşənoğlu'nun anım günüdür. Şəhadətindən 5 il ötür. Allah Orxanımızın timsalında cümlə Azərbaycan qəhrəmanlarının ruhunu şad eləsin. Əzizlərinə, doğmalarına Allah səbir versin. Gördüyünüz hər biri Tovuz rayon igidlərinin qəhrəman ataları, valideynləri, qardaşlarıdır. Hər biri başımızın tacıdır. Allah hər birinə bol-bol səbir versin. Bugün bizler de Tovuz rayon şəhid ailələri birliyi olaraq buradayıq. Hər zamanki kimi çalışırıq ki, ailənin yanında olaq, ona mənəvi dəstək, mənəvi dayaq olaq. Çünki şəhidimizin atası şəhidimizin şəhadətindən öncə dünyasını dəyişib. Anası yeganə ana şəhidimizin dərdinə dözməyib. Orxandan sonra xəstəliyə düçar oldu və dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Yeganə ananın da, Orxanımızın da, Orxanımızın atasının da. Bizim hər birimizin borcudur nənə və siz əziyyətlə böyüdüb baya başa çatdırdığınız Orxanımızı da, yeganə anamızı da torbağa fəda eləmişsiniz. Həqiqətən çətindir sizlər üçün. Bizlər də nə qədər bacara biliriksə dərdinizə şərikik, yanınızdayıq. Bizim vətəndaşlıq borcumuzda sizin yanınızda olmaq. Azərbaycanın fəxri olan, Tovuzlu balası olan, Vətən müharibəsi qəhrəmanı Orxan Cabbarovun anım günündəyik. Hansı ki, Orxan qardaşımız Azərbaycanı başını uca etməklə, Tovuzda Vətən müharibəsi qəhrəmanı olmaqdan da Tovuzumuzun da başını uca elədi. Allah ruhunu şad etməsin. Allah nənəmizə səbr versin. Orxanın atası dünyasını dəyişib, anası da Orxanın bu şəhadətinə dözə bilmədi. Anası da dünyasını dəyişdi. Amma Tovuz rayonunun şəhid ataları, atası, şəhid anaları da elə Orxanın anasıdır. Allah nənəmizə səbr versin. Bir tək nənədir ki, Orxanı yaşadan, Orxanın bütün ziyarətlərini eləyən. Allah nənəmizə ömür versin ki, nənəmiz Orxan balamızı hər zaman yaşatsın. Allah Orxan bizim üçün yox, bütün Azərbaycan üçün də Orxan hər kəs üçün də Biz də neçə ki yaşayırıq, neçə ki canımızda can var. Qəhrəmanımızı yaşadarıq inşallah. Qəhrəmanı yaşatmaq özümüzə borc qoyuruq. Ruhu şad olsun. Allah köməyiniz olsun. Siz də hər dəqiqə mənim yanımdasınız. Çox sağ olun. Allah köməyiniz olsun. Balalarımızın yeri cənnət olsun hayatlarım. Bizim də qardaşlarımız. Bu günləri Orxan qardaşımızın atası, anası olmadığı üçün, həm də vətən müharibəsi olduğu üçün Tovuz rayon icra başçısı Məmməd müəllimə öz təşəkkürümüzü bildiririk ki, biganə qalmadı, qəhrəmanımız üçün ehsan süfrəsini hazırlatdı. Allah razı olsun rayonumuzun icra başçısından ki, bu cür gözəl bir addım attı. Orxanımızı unutmadılar, yaddan çıxartmadılar. Nənəmizi də tək qoymadılar. Həqiqətən təşəkkürümüzü bildiririk. Allah razı olsun. Allah şəhidlərimizə ruhsuz məkanları, cənnət məqamları görürüz. Allah şəhid balamızın yerini cənnət eyləsin. Bütün şəhidlərin yeri cənnət olsun. Biz valideynlərə də Allah səbir versin. Bugün burada Tovuz rayon şəhid ailələri birliyi olaraq Orxan balamızın dönümlər arasında görüşmüşük. Valideynləri də
Mesela neler burada da neye hürmetli var. Neler bizim için çok azizdir. Çok şükürler olsun. Nene seni salamat. Teselli vermek için yanında olmakta önümüze başlıyoruz. Sağ olsunlar. Ruhlar şad olsun. Biz geldik. Biraz ucadan danışın Aydın ata. Yad elədik bu evlatlar Azərbaycan tarixinə qızıl hərflərlə yazılan zəfər günü yazdılar. Azərbaycan tarixi indiyə qədər kafirlər bizi işğal etməklə, torpaqlarımızı əlimizdən almaqla bizim milli mentalitetimizi ayaqlamışlar olar. Bu olanların sayesinde bugünkü gündə hamı yüzü ağa başı ucu fəxrlə gəzilir. Bu nə qədər ağır olsa bizim fəxrimizdir. Qürurumuzdur ki, belə evlatlar var. Bu evlatların sayesinde bugünkü gündə əmin-amanlıq şəraiti yaradılır. Şükürlər olsun. Belə arzu edərdim ki, bir daha Azərbaycan xalqının, dövlətinin üzərindən bir fərqli çək. Bugünkü gündə Vətən qəhrəmanı Orxan balamızı ziyarətə gəlmişik. Orxan balamız igid oğuldur. Onun nənəsinə səbir dedik. Nənə səbir oğluyla. Allah talan arzu edirəm ki, hər bir şəhid bizim üçün əzizdir. Bunların xatirəsi bizim üçün daim qəlbimizdə yaşayacaq. Bir ata kimi onu demək istəyirəm ki, Vətənin qəhrəman oğulları Azərbaycan xalqını bütün dünyada tanıttılar. Bütün dünya tanıyır Azərbaycan xalqını. Biz Ali Başkomandanın yanındayıq, birik. Həmişə də hər zaman onun verdiyi sərəncama tabiyik. Ona görə demək istəyirəm ki, şəhid ailələr təmkinli olun, səbirli olun. Həyat neçə ki var, biz yaşayırıq, şəhidlərimizi hər zaman yad edəcəyik. Sizlərə də minnətdaram Cümləs xanım, hər zaman şəhidlərimizə dəyər verirsiniz. Hər zaman bizimlə bir yerdə şəhidlərimizi yad edirsiniz. Ona görə bizim bu birlik həmişə bir olsun, həmişə də bir olacaq. Bir də biz balalarımızı həmişə yad edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq etsin. Vətən sağ olsun. Allah sizlere ömür versin. Allah balalarımıza da. Deməli, millətçilərinin 19-cu əsrin ilk illərindən başlayaraq Çar Rusiyasının və 20-ci əsrin ilk illərindən başlayaraq Rusiya Federasiyasının Sovet Dövlətinin dəstəyi ilə Azərbaycan əraziləri hesabına, torpaqları hesabına 1. Pyotrun tərəfindən uydurulmuş böyük Ermənisi yaratmaq ideyasını həyata keçirmək məqsədi ilə 20-ci əsrin ilk illərində, yəni 18-ci, 20-ci illərdən Azərbaycana qarşı həyata keçirdikləri soyqırımı, deportasiya, işğal, təcavüz siyasətini həyata keçirmək məqsədi ilə 20-ci əsrin axırlarında bu məsələləri reallaşdırmaq məqsədi ilə 1964-cü 87-ci illərdə ermənilərin planlarının qarşısını kəsən Heydər Əliyevin siyasi bürodan, SSR rəhbərliyindən kənarlaşdırılmasından sonra Azərbaycana qarşı işğalçılıq, təcavüz, soyqırım siyasətini daha da geniş bir qəsdə həyata keçirərək Azərbaycanda formalaşdırılmış hakimiyyətçiliyin nəticəsi olaraq Azərbaycan torpaqları 1988-94-cü illər arasında 93-cü ilin axırlarına qədərki dövrdə deməli işğala məruz qalmışdır. Qarabağ ərazilərimiz və digər sərhəd boyu ərazilərdə olan bəzi ərazilərimiz işğal altına düşmüşdür. Və müdrik rəhbərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun siyasətinin davamı olaraq 2003-cü ildən etibarən Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin komandanlığı ilə həyata keçirilən əks hücum əməliyyatları zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətlər göstərmiş şəhidlərimizdən biri olaraq Orxan Rövşənoğlu Cabbarovun
xüsusi xidmətləri, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə və eyni zamanda düşmən tərəfindən işğal edilmiş ərazilərin işğaldan azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi xüsusi xidmətlərə görə, eyni zamanda hərbi xidmətçi olaraq, hərbi qulluqçu olaraq, hərbi xidmət vəzifəsini yerinə yetirərkən mərdlik, igidlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin ordu siyasətinə dəstək verərək Şuşanın azad olunması uğruna gedən döyüşlərdə ən yüksək zirvəni fəth etmiş, əbədi yaşarlıq zirvəsini ucalmış şəhidimiz Orxan Rövşənov Cabbarova 9 dekabr 2020-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sərəncamı ilə Azərbaycanın Vətən müharibəsi qəhrəmanı adı verilmişdir. Yəni, şəhid Orxan Rövşənov Cabbarovun 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, bərpasında çox böyük xüsusi xidmətlər göstərmişdir. Buna görə də qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, Azərbaycan Respublikası adından, Azərbaycan Dövləti adından, şəxsən Azərbaycan Prezidentinin adından ona ən yüksək dövlət mükafatları vermişdir və bir ildə 3 dəfə onun haqqında sərəncam imzalanmışdır və həmən ilin, yəni 2020-ci ilin 15 dekabrında isə Vətən uğrunda medalya tərtib edilmişdir. 24 dekabr tarixində Cəbrayılın azad edilməsi uğrunda, 29 dekabr tarixdə, yəni 2020-ci tarixdə Şuşanın azad edilməsi uğrunda medalya tərtib edilmişdir və eyni zamanda 2021-ci ilin 24 iyun tarixində isə Xocavəndin azad olunması medali ilə tərtib edilmişdir. Biz bu cür oğullarımızla həqiqətən fəxr edirik, qürursu keçiririk və Orxan Rövşənov Cabbarovun Azərbaycan dövlətçiliyi tarixində, müstəqilliyi tarixində, Azərbaycanın 21-ci əsr tarixində zəfərimizin əldə olunmasında, yüksək nailiyyətlərin əldə olunmasında xidmətlərini biz hər an, hər dəqiqə geniş və əhatəli şəkildə təbliğ etməliyik, təqdim etməliyik, gəncə nəslə çatdırmalıyıq. Və eyni zamanda bugün biz üçün çox fərəhli, şərəfli gündür ki, biz bunu il dönümünü yüksək səviyyədə qeyd edirik. Həqiqətən şəhidlərimizin bugün də bir daha təsdiq edib, bu qədər insanların, vətəndaşların, Azərbaycanın qeyrətli oğullarının bura yığışması onu göstərir ki, həqiqətən şəhidlərimizin əbədi yaşardır. Əbədi yaşar olmasını bir daha təsdiq edir. Və bugün rayonumuzun rəhbərliyi Cənab Məhəmməd Məmmədov başda olmaqla şəhidimizin məzarını ziyarət etdilər, onun ruhuna dua oxuturdular və rayonumuzun icra başçısı Cənab Məhəmməd Məmmədov, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin rayon rəhbərləri qarşısında qoyduğu vəzifələri, yəni Azərbaycan Prezidentinin uğurlu, məqsədyönlü, düşülmüş daxili və xarici siyasətinə bir daha dəstəyini ifadə edərək və eyni zamanda Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə daim diqqət və qayğının artırılmasının tam şəkildə yerinə yetirilməsi, təşkil olması üçün bugün bizimlə birlikdə Orxan Rövşənov Cabbarovun Azərbaycanımızın Vətən müharibəsi qəhrəmanının il dönümündə fəal iştirak elədilər və onun insan sürfəsi açılmasında hörmətli Ofeliya xanıma dəstəyini ifadə etmişdir, elə deyilmi? Bəli. Yəni biz xüsusi olaraq bir daha rayonumuzun rəhbərliyinə bu dəstəyinə görə dərin təşəkkürümüzü, minnətdarımızı bildir hörmətli Məmməd müəllimə. Sağ olsun. Yəni burada ikisindən bərabər iştirak elədi. Yəni biz hörmətli Elmar müəllimə dərin təşəkkürümüzü bildiririk. Tovuz Tural Şəhid Ailələri Birliyi rəhbəri olaraq Şəhid Ailələri Birliyinin təşkil olunması, şəhidlərimizin əbədi yaşarlığını bir daha təsdiq etmək üçün, sübut etmək üçün hər gün, hər dəqiqə, hər saniyə şəhid ailələrlə bir yerdə olduqlarına görə bir daha təşəkkürümüzü və minnətdarımızı bildiririk və şəhid ailələrinin yanında olaraq şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu geniş və əhatəli şəkildə kütləvi informasiya vasitələrində, elektron televiziya sistemlərində geniş və əhatəli təbliğ edildiyə görə hörmətli Gülnaz xanıma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Allah cəmi Sağ olun. şəhidlərimizə rəhmət eləsin. Amin Allah inşallah. xalqımızı, ordumuzu qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, müasir Azərbaycan Respublikasının 20 ildən çox bir tarixini Orxan Rövşənoğlu, Cabbarov kimi qəhrəmanlarımızın igidlik qəhrəmanlığı sayəsində qurub yaratmış Azərbaycanımızın milli qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı, xalqımızın milli marşalı Cənab İlham Əliyev olsun. Amin inşallah. Buyurun. Aslan da kardeşin, Orxan Cabbarov'un kardeşidir. Bu da döyüşür. Bunun da medalları var. Bu da herkese teşekkür eləyir. Bütün gelen insanların hamısına teşekkür eləyir ki, yanımızdadır. Bugün nəni ilə qardaşı tək qoymadınız. Allah hər birinizə kömək olsun. Şəhidlərimizin də yeri cənnət olsun. Məqamları ucadan uca olsun. Gülnaz xanım da hər dəqiqə bizim yanımızdadır. Elmar müəllimlə. Allah sizin də köməyiniz olsun. Balalarınız sağ olsun. Biz həmişə sizinləyik. Nənə, Allah sizlərə ömür versin. Bizim vətəndaşlıq borcumuzdur. Şəhid ailələri birliyi, şəhid ailələri əlbəttə ki, sağ olsunlar. Bugün sizin yanınızdadılar. Çünki elə onlar sizi yaxşı anlaya bilər. Çünki eyni dərdlə, eyni yaralı insanlarsınız. Allah hər birinizə uzun ömür, can sağlığı, möhkəm dözüm, səbr versin. Siz də danışmaq istəyirsiniz elə bilər. Bugün şanlı bir tarixi biz Orxansız yaşayırıq. Bu şanlı tarixi bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət edirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Müzəffər Ali Baş Komandanımız başda olmaqla Azərbaycan ordusuna möhkəm iradə, can sağlığı arzu edirəm. Belə nənə sizin üçün daha ağırda, həm övlad etkisi, həm nəvə etkisi. Başınız sağ olsun. Allah rəhmət eləsin. Allah sizə səbir versin. Köməyiniz olsun. Qardaşım, biz şəhid qardaşlar deyilik. Bütün şəhidlər bizim qardaşımızdır. Allah bütün şəhid qardaş və bacılarımıza rəhmət eləsin. Ruhları şad olsun.